İnsanın həqiqətən qəlbini parçalayan məsələ budur ki, vəhşi terrorçulara mülayimlik donu geyindirdilər. Və bu cür təbliğ elədilər ki, bunlar mülayimləşdilər. Və bizim qonşularımızdan biri də bunları yaxşı-yaxşı dəstəklədi və əlini möhkəm-möhkəm sıxdı, qucağını açdı, bağrına bastı və bu gün də dünənki hadisələrdə ki, onlarda baş verdi, onlar boş-boşuna döyük. Orada baş verən hadisələr boş-boşuna döyük. O böyük izdihamlı mitinqlər ki, orada baş verir, onlar bilirsə nəyin nəticəsidir? Orada o nahaq qanlar ki, töküldü, o insanlar büyünə qədər HTŞ terror təşkilatı ki, onun sədri bugünkü gün Suriyanın müvəqqəti də olsa lideri kimi gedir, Əhməd Əşşar, yəni Coğlani deyirlər. Bunlar şiddətli, rəhimsiz terror təşkilatlarının üzvü olublar. Bunlar bunun üstündən silmək düzgün deyil. Bir var zalim, bir var daha zalim. Bir var məzlum, bir var daha məzlum. Bu insaniyyətliğə sığır məgər. Bir sıra insanlar, 10 mindən çox uşaqlar içi qarışıq, Suriyanı bunlar ələ keçirəndən insan qətl ediblər. Hələ o biz baxdığımız o filmlər, onların bəzi senarilərinin bir hissəsidir. Düşmən dolanda nə olar? Kişi kimi düşmən. Bunlarda bu kişilik sifəti yoxdur, qardaşlar. Vallah bunlarda bu kişilik sifəti yoxdur. Adam nə olar? Düşmən olur, kişi kimi düşmən olasın. Da bir müsəlmanı at qayrasan, belinə minəsən, ürüdəsən, yerə yıxıb süründürəsən, ağsaqqal insanları, üzünə üzr istəyəm ağzın suyunu atasan, deyəsən, üzr istəyəm ifadəmi ki, it kimi ürüdəndən sonra da 50-60 dənə güllüyü nədir, onun cəsədinə yağdırasın. Yəni bu nakişilikdir da, bir düşmənsə kişi kimi düşmənçilik elə. Öldürürsən də normal insan kimi öldür. Bu bunların alçaqlığının təzahürüdür. Utanmadınız belə insanlar, siz dəstəklədiniz. Bəzən siyasi maraqlar dini maraqlardan öndədir. Bu qaçılmazdır. Və ən böyük yanlışlıq budur ki, bu gün biz haqqı batildən ayıra bilmirik. Hər tərəf müsəlman, la ilahe illallah, oruç tutmalar, iftarlar və Səddam Hüseyin İraqda iftar verirdi, iftar açırdı, Quran məhfillərinə gedirdi, nələr, məscidlər tikirdi, lentlər kəsirdi, nələr. İnsanlar deyirdi ki, əmirdir da bu. Amma onun zülmləri haşiyə. Bəzə bax, Muaviyyənin siyasəti bu idi. Əli əleyhissalamın zamanında Şamda Muaviyyə bu işləri görürdü. Bugün də gənə iftar süfrələri, məscid inşaları, məscid açılışları, nə bilim, Quran ayələri, nələr, amma əməl. Əmələ gəl. Əməldə nə var? Siz dəstəklətdiniz və siyasi maraqlarınızı din maraqlarının üstünə qaldırdınız və din maraqlarını kölgəyə vurdunuz, amma din şüarı altında gəldiniz ortaya, insanların hisslərindən oynadınız və bu gün onların zülmü göz qabağındadır. Ey o zalimlərə maşa olanlar, Allahın lənəti sizin boynunuza gəlsin. Ey o kəslər ki, bu müqəddəs Ramazan ayında o məzlum müsəlmanın haqqına girirsiniz. O məzlum müsəlmanın günahı nədir ki, sən onun belinə minirsən, onu at kimi çapırsan, onu ilan təki yerdə sürüdürsən. Allah səni zəlil eləsin. Ey o cühud tayfası ki, sözünüzə tarix boyu əməl eləməyibsiniz. Atəşkəs elan elədiniz, atəşkəsi müqəddəs Ramazan ayında sındırdınız. Yenə Qəzziyi bombardıman elədiniz. Yenə Qəzzədə o yazıq, sivil insanların başına bombu yağdırdınız. O çarəsiz ataları yenə gözü ağlar qoydunuz. Yenə o cənazələri aldılar, bağırlarına bastılar, səni yanıq dildən çağırdılar. Ya Rəbbəl aləmin, onların ahına yetiş.
Pərverdigara, onlara zülm eləyənləri məhv nabud elə. Pərverdigara, sən and verirəm bu müqəddəs ayın hörmətinə xatir bütün zalimləri yer üzündən sil. Həzrət Sahibə Zaman əleyhissalamın zuhurunu təcil elə, anın gəlişindən gözlərimizi şad, qəlbimizi sevindir inşallah.